O məsələ ki, mənim üstümdə əcib təsir oldu və bizzatdır ki, mənə çox əhəmiyyətlidir. O da buydu ki, və ayrı yerdə yazmışam və demişəm. Buydu ki, biz onda bu mədrəsənin zabili, ruznaməsi, hər klasın özünə görə bir ruznamə yazırdı. O həftədə o şey ki yazardıq, onun birini de ben yazarım. Bir kağız alardım. Kağızı yapıştırardık sırışla, birbirine. Sonra bir o muhtelif rəhlər alardı. Ve o rəhlərlə sayılardı ki, mesela bunun rəngini bizə veriyor. Bunu gətdik, mən ki bunu yazardım, aparardım, vurardım divara. Ha, divara vurardım. Uşaqlar da gələrdi, mesela baxardı, geçərdi. Ya mesela oxuyardı. O elinden bu elinden şeyliği tapardı, mesela yapıştırardı. Firqə subut edildiğinden sonra bize dediler ki, da bundan belə gerek Türkçədən yazılıyorsunuz. Yani firqə dilməsini deyil. Çünkü biz məsəlləri Türkçədən yazılı olardı. Ve kitaplarda onda Türkçədən olmuştu da. Heç
Mən evdə oturmuşdum da elə dedilər ki, Olcaya farsça yazarsınız, mən də ki, farsı başladım, dənəçi yazmadım. Mənim nənəm gəldi deyir ki, sən niyə bir pəkərsin? Bununla da deyiblər ki, yazını yaxdıran, dedir o bax yəni. Hələ gəldi şöyle yazı geçsin. Durdular ki, nə getdilər o yerlə nənəm şeymək oldu, gəldi, başladı, yazdı. Bizzat da o yerlə yerləyə yapışdırdı. Mən götürdüm ki, nə apardım, görürüm ki, bir nəfər var ki, Tehran'dan gəlmişdi, o farsıcan zat yazmışdı. Bir ruznamə düzəltmişdi, durmuşdu zaten. Ben de getdim bu gününü ilə vurdum bu birisini yani. Geldik, getdik kiraz. Yani səfər durduq, sonra da getdik kiraz. Təqribən bir, elə pəncərədən ki, baxırdım, gördüm ki, nazim gəldi içəriyə. Bizim yaxçı bir nazirimiz var idi bir zaman, Həciri idi adı. Yani o zaman, buracan ki yadımdadır, Həciri dəyirdi. Bir ayrı adam elə bir taza məsələn qoymuşlar. O gəldi, baxdı buna, dedi ki, üzü baxdı, əlini üzü atdı, bunların birini qopartdı, gəldi, getdi, zəngi çaldı, hamı çıxdı o eşiyə. Klasadan töküldü o eşiyə, gəldi, durduq səfər. Sonra bu gəldi, dedi ki, bu ruznaməni kim yazdı? Mən də əvvəlcə çox rəsmi surətdə qabağa getmədim, fikir edim ki, bu görürük, nə cür. Sonra bir dubarə ki soruşdu, mən yavaşca əlini üzü qumuzadım, ağam mən yazmışım. Deyir ki, qabağa. Mən də getdim qabağa, öndə məgər deməmişdir ki, farsça yazarsın, yahut türkçə yazarsın. Dedim, onun farsça başladım, türkçə yazarsın. Bunu bizim ruznamə atdı yerə. Sonra bir mən bu dalına üzü yapışdı, bastı aşağıya ve dedi yana. Ben bir başladım bu zaten resmen yalama. Bak ki başını qovzadım, şahitler hamısı başladılar gülma. Yani ki o zaten rəhlər zaten hamısı yapışmışdı yüzüne. Onlar gülürdülər, mən elə bizi durmuşdum. Sonra dedi ki, get. Eşdir. Yəni ki, məndən soralar ki, məsələn, bu necəcə bu ana dilinin məsələsi ilə çoxraq bəstələ zad oldum. Fiş elədim ki, mənim ana dilim indi mənim qarnımdadır, mənim yalamışım, mənim kim. Və bu bir dənə bir əcib bir hadisi. Yəni ki, bir tərəfdən, mən bundan yenə də istifadə eləmişəm, ayrı bir adamına, o xalə ilə ki, o fəş barəsində dedim, onunla oturmuşuq bahəm, nənə də kömək verir, ta o ruznamə yazaq. O yenə də mənə çox mühümdür. Çünki bu mükərrər yuxular təkin gəlir, qabağa gedir. Heç vaxtda yadımdan çıxmaz və əlkib qərib də bir hadisədir ki, hər yerdə ki, mən demişəm, özünə görə bir zar olubdur, faciə təşkil görülübdür və vaqən də faciədir. Və bunu, əlbəttə, bir zadə faslar düşünmürlər. Yəni, bir şeylər ki, bu bir yaxçı olubdur ki, bu iş olubdur. Yəni, bu, türkü dilini gərək özr eləyərlər. Biz nə cür deyil? Yəni, bu qəziyyənin qopğunu, qəbahətini düşünən adam çox azdır. Təbrizdə Azəri dilində çıxan mətbuat və birinci növbədə Vətən yolunda və o Vətən yolundanın yazıçılarının və heyəti təhririyyəsinin kitabxanaya gəlib getməsi məndə ilk əlaqəni və ilgini Azərbaycanca yazmaq üçün vücuda gətirdi. Əlbəttə, onların içində çox alim adamlar var idi.
əlbəttə o şəraitdə orada zat xidmətindəydilər, qoşun xidməti, ordu xidmətindəydilər. Amma dərhal onların içində professor da var idi hətta və bunların çox gəlib gedişi orada və hər hal məni bir miqdar ədəbiyyatımızla və dilimizin, ədəbi dilimizlə tanış edirdi. Məcmui bunlar mucib oldu ki, mən gərayişim daha da çox oldu və o qədər ki, yadımdadır, 1324-də ilk məqalələrimi, ilk türkü məqalələrimi, şayət birinci məqaləm Füzuliyə yenə bir baxış ünvanında və ikinci məqaləm də nədir o kitab? Divan-ı Lüğat-ı Türküdə işlənən ata sözləri ünvanında, bəli, bu iki məqaləni Vətən yolunda da mən verdim və orada çap oldu. Sonra onların çap olması əsasında təşviq elədilər o filan və bu arada Azərbaycanda yeni hərəkət başladı, siyasi hərəkət başladı və o hərəkətin ardınca da Azərbaycan demokratik hərəkatı, Azərbaycanda və istilah firqə hərəkatı qabağa gəldi və onun qabağa gəlməyi ilə də bizim ana dilimiz mədrəsələrdə azad oldu və milli mətbuat yarandı və onun yaranması ilə demək olar ki, mənə bir çox açıq zəminə və açıq şərait yarandı. Təqribən demək olar, əvaildə biraz az, vəli sonra çox ciddi surətdə mən mətbuatda fəaliyyətə başladım. İlk fəaliyyətlərim də təbii idi ki, folklorumuzla başlanırdı. Məqalələri ki, əvvəlin dəfə başladım Azərbaycan ruznaməsində yazmağa, Azərbaycan Milli Dastanları ünvan altında idi. O ünvan altında birinci dəfə milli dastanlarımız haqqında bir başlanğıçla, biraz təfsilli başlanğıçla birlikdə ilk dəfə İranda Dədə Qorqud dastanlarından nümunələr çap elədim. Əlbəttə, bu özü çox böyük məsələ idi. Çünki o vaxtəcən hənuz Dədə Qorqud dastanları İranda hətta adı da eşidilməmişdi. Onun ardınca da mesela o birisi milli dastanlarımızdan, istər qəhrəmanlıq dastanlarımızdan və istərsə də məhəbbət dastanlarından bir nümunələr verdim və bir araşdırmalarla. Bu çox ruznamədə önəmli yer tutdu və xalq içində də çox əlaqə ilə qarşılandı. Ona görə də ruznamə məndən tələb elədi ki, bu işə idamə verəm, bu iş idamə tapsın. Və özü də ruznamədə bir elan verildi ki, bundan sonra ruznamədə bir sütun açılır, hətta bir səhifə açılır bizim folklorumuz üçün, xalq ədəbiyyatımız üçün və maraqlılardan xahiş olunur ki, əmələn bu sütunda şirkət eləsinlər və o səhifədə əvvəlminci nömrələrdə mənim topladıqlarım bayatılar, qıtalar sözləri çap olurdu və onun ardınca da bu hərəkət bir ümumi hərəkətə çevrildi. Və çox müxtəlif adamlar bu səhifədə iştirak edirdilər və cürbəcür də nümunələr göndərirdilər ora. Yadımda qalmışkən deyim ki, o adamların sırasında məsələn o günün sərşinas adamlar da var idi və mənim ustadım rəhmətli Xəbibi Sahir də onların içərisində idi və o da nümunələr göndərirdi. Və bəhəməhal çox bir dolğun və mütənəvvi nümunələr biz onda verə bildik Azərbaycan folklorundan və xalqı tanış edə bildik folklorla və xalq ədəbiyyatımızla. Əlbəttə bilirsiniz ki, bu bir il davam tapdı və müəyyən beynəlmiləli və strategik totəllər nəticəsində Azərbaycanda o hərəkət davam tapanmadı və qana boyandı. Ona görə də bu iş dayandırıldı və o görülən işlərdən sarıda bizim əziyyət çəkməyimiz az olmadı, narahatlıq çəkməyimiz az olmadı. Bəli, bəhəməhal məsələ ötüşdü və keçdi. Amma hadisənin o cür qabağa gəlməsi və o xuşunət və rəhmisizlik ki, Azərbaycanda emal oldu 25-də, mucib oldu ki, mən bir daha öz içərimdə bir
necə deyər, böhran-ı fikri təmin edeyim və mesela bir böhran-ı ruhi keçirdim və o nəticəyi ki verdi buydu ki, mən bu nəticəyə yetişdim ki, gərək yazam. Amma xudda Türkçe yazmaq imkanı heç yox idi və əslən yox idi. Binabərin də Benaçar 26'dan bu yana, yəni bir il ondan sonra başladım Farsça yazmağa. Pişəvəri çox yüksək səviyyəli, siyasi cəhətdən məlumatlı və dolğun bir adam idi. Eyni zamanda onun çox gözəl nitqi var idi. Məsələn, ona görə Pişəvəri eləyə bilirdi ki, elə bir nitqi ilə demək cəmaatın qəlbini, ürəyini ələ alsınlar. Bu bir tərəf idi. İkinci tərəfdən Pişəvəri doğrudan da rəhbəridir. Siyasi hadisələri çox yaxşı bilirdi. Ona görə ki, Bakıda Ədalət Partiyasında olmuşdu. Sonra buradan getmişdi. Zada Cənubi Azərbaycanda nə deyir, Pəhləvi tərəfdə hökumət yaranmış deyə yadımdan çıxar. O hökumətin xarici vəziri olmuşdu. O xarici vəziri olan vaxtlarda çox siyasi məsələləri, İranın daxili məsələsini çox yaxşı bilirdi. Ona görə Pişəvəri mənə elə gəlir ki, əsli mənada rəhbəridir. Əsli mənada rəhbərdir. O rəhbərliyə gəlmişdi, yox, o rəhbər kimi gəlmişdi. Onu gətirməmişdilər ki, gəlsən rəhbər ol günə. O əslində elə rəhbər idi və o cürdə gəlmişdi rəhbərliyə və çox yaxşı da milli hökumətdə qanunlar çıxartırdı və yaxşı onun nitqləri var idi, yaxşı onun deməli məntiqi fikirləri var idi. Qavam Saltanə hökuməti ilə başqa İran zadı ilə danışanda onları məğlub eləyirdi öz nitqləri vasitəsilə. Onları məcbur eləyirdilər ki, zadələsin, amma onlar sonralarda gördüm ki, zaddan keçirdilər də, razılıq verdiklərinin üstündən keçirdilər. Onun yaxşı qələmi vardı Pişəvərinin. Pişəvəri çox yaxşı qələmi vardı, onu deyim sənə ki, əvvələn mən radio komitətdə sədr müavini idim. O 46-cı ildə biraz Tehranla ki aramız sərinlədi, mübahisə başladı. Tehran radiosu bizə qarşı böhtanlar deyirdi. O vaxtları biz də onlara cavab verirdik. Belə vaxtların çoxunda Pişəvəri özü gəlirdi radio komitətə. Gəlirdi radio komitətə, bax, bir dənə əlində kağız zadı yox. O dayanırdı mikrofonun qabağında, farsça deyirdi. Onları məhkum eləyirdi. Sonra oradan düşürdü, gedirdi. Gedirdi birbaş qəzet redaksiyasına. Azərbaycan qəzetinin redaksiyasına. Orada redaktorlar zatlardan bizim tanışlardan, o Xuşginabi, Fətih Xuşginabidən zatlar. Deyirdi ki, gəlir redaksiyada, girir mətbəyə. Mətbəədə deyir, əlin qoyur dalına, o tərəfə gedir, bu tərəfə gedir, deyirdi ki, yazın. Orada o vaxtları axı zatlar yox idi, ayrı maşınlar yox idi. Hurufçinlər özləri yığırdı. Hurufçinlər də çox zirəng hurufçinlərdir. Bu dediksən onlar da yığırdılar, bu dediksən onlar da yığırdılar. Sonra deyir, gedirdi yuxarı ki, indi onun üzünü çıxardın, göndərin mənə baxım. Alırdı özünün dediyi nitqi İrana, Tehrana qarşı ya. Sonra deyir, redaktə eləyirdi, sabah Azərbaycan qəzetində Tehranı zad eləyən, ifşa eləyən bir məqalə çıxırdı. Belə bir çox, nə deyim, nadir adamıdır, nitqi də nadir idi, yazıcısı da nadir. Özü bir danışırdı, demək, onun ailəsi Bakıda idi də, Bakıda idi, sonra getdi. Mədinə onların ailəsi ilə yaxınıdırlar. Pişəvəri zada Mədinəyə Allahın qızı deyərdi və mənim qızım deyərdi. Buna görə bu Bakıda da onlara geyib gələrdi. Deyir ki, Pişəvərinin zatda Tehranda bir zindanda ki 12 il qalıb, zad olub. Bir dənə roman yazıb. Romanı necə yazıb Günəş? Qabaq zatda İranda aspirinlər varmış. Aspirinləri bu əl boyda kağaza bükülmüşlər. Balaca belə döyürmüş. Toz kiminmiş, tökülmüşlər oraya, bükülmüşlər. Bu arvadına tapşırırmış ki, mənə aspirinlər alın, gətirin.
birdən bir 100 dənə aspirin aparırdılar. Deyir, onu tökürdüm zada tualetə, kağızları bükürdüm, iplə tikirdim dəftər kimi. Sonra necə eləyib? Bu demək, düşürdük deyir, bizi həyətə düşürdürdülər. Həyətdə deyir, bənövşə gülləri vardı. Bənövşənin yarpaqlarını yığırdım. Onların da zadı su çeynir rəngində olur. Onlara deyir, sonra gəlirdim, otaqda sıxırdım, sularını çıxardırdım. Oyuna ruçka eləyirdim, qələm eləyirdim. O zatlara yazırmış. Yazıb, sonra göndərib evə, ondan sonra itmişdi. Sonra gözəl əl işləri vardı, rəssamlıq əl işi. Onu Mədinə görmüşdü. Deyirdi ki, bir kənd mənzərəsi tikirmiş zindanda. Tikirmiş ki, orada kəndçinin həyatını verib. Kəndçi necə öküzlə yer sürür, arvadı ona yemək aparır. Onların hamısını deyir, sadələyirdi. Çox nadir istedaddır deyə mən indi dillə demək olmur. Mənim məqalələrimdə çatdı da bəzi yazmışam, amma onu cad eləmək üçün gərək bir roman yazasan ki, bu Pirşəvərinin şəxsiyyəti meydana çıxsın. Çox nadir adamıdır. Ben Pirşəvərin bir fərd kimi ayırmaq olmaz onu. İstər Sattarxan olsun, istər Məhəmməd Əmin olsun, istər Şeyx Məhəmməd Xiyabani olsun, istərsə Pirşəvəri olsun, bunlar bir silsilə Azərbaycan xalqının mübarizəsində öne çıxan və ona rəhbərlik edən adamlardır. Bu Azərbaycan xalqının mübarizəsidir. Deyək ki, 20-ci ildə Azərbaycanın güneyində, Təbrizdə inqilab baş verir, hökumət yaradılır, 6 ay dözür. Bu xalq hökumət istəyir və demokratik bir cəmiyyət istəyir. 6 ay gücü çatır o xalq qərarını saxlamaqda, imperiyaların içərisində. Yenə bu iradə ilə yaşayır. O zaman bir yaxşı bir yazı vardı, bizim keçimizdə mən oxudum. Orada belə deyir ki, Sattarxan hərəkatında iştirak edənlər qətlə yetirildi. Onların övladları 20-ci ildə hərəkat başladılar. Onlar qətlə yetirildi. Onların nəvələri 45-ci ildə hərəkat başladılar. Yəni bilirsiniz, millət mübarizə aparır, onun qabağını alırlar, sonra yenə qüvvəsini toplayır, o birisi nəsil gəlir həmin xəttə aparır. Çünki millət bir şey istəyir, azadlıq və demokratiya. Orada 6 ay yaşayır. Azərbaycan xalqı gücünü toplayır, bir də 45-ci ildə qalxır. Bu 1 il yaşayır. Bu dəfə demək bir də gücünü toplayırsa, ondan sonra 3 il yaşayır və yaxud 5 il yaşayır və başlayır yoluna düzəlməyə. Yəni Azərbaycan xalqı əsrin başlanğıcından indiyə qədər həm Təbrizdə, həm Bakıda azadlıq və demokratiya. Azadlıq bunu istəyir. Bizdə də elə deyək, 23 ay yaşadı 18-20-ci ildə. Gəldilər, məhv elədilər. Bu dəfə deyək, başladıq. İndi biraz deyək, artıq 8 ildə, 10 ildə yaşayırıq. Sən deyək ki, artıq bu, mən inanıram, bu dəfə ki, Azərbaycan quzeyindəki daimilik olacaq. İndi güneyindəki də yenə bir dəfə olub 6 ay, Sattarxan hərəkatında oldu bir neçə gündə, deyək, bir neçə ay Təbriz müstəqil oldu inqilabçıların əlində. Sonra gəldi isə 20-ci ildə dövlət oldu. Əməlli dövlət elan elədilər, 6 ay yaşadı. Sonra gəldi 45-ci ildə yenə dövlət elan elədilər. Azərbaycan Demokratik Cumhuriyyəti 1 il yaşadı. Allah qoysa bu dəfədə baş verəndən sonra daimi olacaq. Bəli, bu görsənir, yenə həmin yol başlayır. Həmin yol yenə də xalq qüvvəsini toplayır. Yaxın bu 10 ilin içərisində Azərbaycan güneyində müstəqil bir dövlət çıxacaq. O dövlət isə, deyək ki, o birisləri daha yaşayacaq, daha məğlub olmayacaq. Onun uzun ömürlüyünü indi. O uzun ömürlüyü indi, çünki dövrün özü dəyişdi. Biz elə bir dövrə düşdük ki, Sattarxan hərəkatında başlayır, xalq oyanır, bir balaca özünə gəlib, hərəkətə başlayanda 1-ci Dünya müharibəsi başlayır, başlamaqdadır artıq. Sattarxan öldürüləndə, demək ki, 14-cü ildə öldürülür. O zaman da artıq 1-ci Dünya müharibəsi 12-ci ildən havası gəlirdi onun, bütün dünyanı tutmuşdu, onu görürdülər. Bir şey dayandı. Gəldilər, 1-ci Dünya müharibəsi qutardı, 20-ci ildə yenə xalq qalxdı, gücün azadlığını əldə elədi, Rus imperiyası gəldi, Qırmızı imperiya. Gəldi, hamısını məhv elədi. Burada Azərbaycanda, burada da məhv elədi, Güneydə də məhv elədi. Sonra 45-ci ildə Güneydə yenə qalxdı, 2-ci Dünya müharibəsindən sonra, 2-ci Dünya müharibəsinin ərəfəsində qutaranda, onda da dünya çalpaqışıqdır. İmperiyalar bilmirdi, neynəsin, Çində, nə bilim, məhəllətdəsə dövlət yaranmaq fikirləri gəldi, Çankaşı orada baş qaldırmışdı, Masudun baş qaldırmışdı, Hindistan baş qaldırmışdı, Böyük Britaniya imperiyası içərisindən çalxalanırdı, dünya qaçmışdı bir-birinə, bizi də orada görən yoxdur.
Ancaq indi elə deyil. İndi dünya sakitdir. Belə bir son. İndi dünya sakitdir deyin. Biz hərəkətə başlayırıq və dünya da bizi görür və işimizi görür. Bax, Əbülfəz bəy, vaxtı da bu mübarizə aparan insanlar indi müəyyən fərqlər tərəfindən Azərbaycanın, Şimali Azərbaycanın özündə də az insanlar tərəfindən yad edilir. Bunu necə qiymətləndirirsiniz? Hansının yad edilməsi? Məsələn, şöyle Pişəvəri, Səttarxan kimi. Onu bilirsiniz, onu uzun müddət bizdə burada təbliğatı elə apardılar. Qoymadılar ki, o haqda fikir getsin. Sən deyək ki, Pişəvəri haqqında, ya da hətta deyək ki, Pişəvəri, hətta Şeyx Məhəmməd Xiyabanı haqqında dedilər ki, kommunistlərin təsiri altında olur. Yəni uzaqlaşın da ondan. Hə, kommunistlər eləyir. Sən bu cür pisinə, ya deyək ki, bəziləri başladı ki, bunlar nə bilim, biri Moskvaya işləyib, biri nə kimə işləyib, belə bu cür adların pisləyə çıxartmağa çalışdılar. Xalqı çaşdırmaq üçün. Və yaxud Məhəmməd Şeyx Xiyabanı qarşısında dedilər ki, birdən bir sözləri gəldi, deyildi ki, kommunistlərə işləyib. Bu tərəfdən nüfuzdan sarıdılar. O tərəfdən isə biraz idealist olan adamlar, biraz materialist olan adamlar, şeyxin birisi idi də, kimi diyəcək? Bilirsiniz, adamı gözdən salmaq istəyəndə indi də elədi də. İndi də bizim liderlərin bəzilərinə görürsən, İranda deyirlər kafirdir, nə bilim, Moskvada deyirlər isə fundamentalistdir. Kim istəyir, hansı tərəfdən gözdən salmağa? Çünki Moskvada kafir desən, elə bir təsir olmaz. Moskvada deyirlər ki, bunlar fundamentalistdir, İslamçıdırlar, bunların başı kəsilməlidir. Tehran isə deyir ki, bunlar dinsizdirlər, kommunistdirlər, ateistlər isə. Gözdən salmaq üçün üsullardır, elə gözdən salmağa çalışıblar. Müəyyən qədər də bana təbliğatdan nail oldu. Özü milyonlar töküblər bu təbliğat üçün. İndi ancaq o cür mümkün deyil. İndi zaman o zaman deyil. İndi məsələn deyək ki, insanları bir yerdə saxlamaq mümkün deyil. Təbrizdən çıxan bir hərəkatçı sabah Bakıda olur. Bakıda gördü ki, mümkün deyil, Londonda olur. Londonda mümkün deyil, Almaniyada olur. Hər yerdə danışır, fikrin izah edir. Cəmiyyətlər yaranır, dərnəklər yaranır, qurultaylar keçirilir. Artıq dünya tamam bir başqa dünyadır. Rusların qiyamına zamanı. Sonra Ruslar üçün vaxt İrana gələndə müttəfiqlə qərarda qoymuşlar ki, vaxtı ki, Alman məğlub oldu, Alman azad oldu, İranı gəh boşalsınlar. O vaxt Amerikalılar, İngilislər başladılar İranı boşaltmağa və Ruslar boşaltmadılar. Boşaltmadılar və o gün əvvəlin dəfədə bildi ki, Amerika bomba atomu vardı ki, Japona saldı. Rusların bomba atomları yox oldu. Truman da reis cumhurdu. Şayə oldu ki, Truman o ultimatum verildi. Əgər Azərbaycanı boşaltmasaz, İranı boşaltmasaz, biz sizə məsələ, sizinlə dava edəyik. Dərsə ki, indiyəcən mən axtarmışam hər yanı, ultimatum Truman tərəfindən İrana olmamışdır Ruslara. Fəqət Truman bir dənə peyğam göndərmişdi. Peyğamda deyir ki, əgər siz sərbadarınızı İrandan çıxartmışsınız, biz də qeytaraq sərbadarımızı gətirək. Və ona görə, bu yandan da ki, qavam sərtənə getmişdi orada və vədə vermiş ki, nəfti şemalı versinlər, və Ruslarla şirkət qoysunlar, zad eləsinlər. Bunlar məcmuən bahis oldu ki, Ruslar İrandan çıxmaqamın və əsləhələri aparandan sonra və Ruslar da deyildi, bizim ki, qaradadımız vardı, istəyir xətməndə deyəcək. Ona görə əvamil xarici mühimtər məsələ idi. Yəni, əgər Ruslar olmasaydı, biz müvəffəq olardıq. Ruslar zorla deyildi, gərək bu saldası qoyun gəlsinlər, gəlirlər intixabat eləməyə. Qavam zaten, qara qoyub ki... Yəni, bu siyasət ümumiyyətlə Rusların tərəfindən bir danışıqların əsasında idi da? Bəli, Ruslar fəqət, mən fikir edirəm ki, bu ditərin amili zat Rusların. Yəni, firqənin şikəstinə bais olan bu dərəcə birdə Ruslardır. Bavücud ki, deyirdilər, məsələn, havi zəhmətkeşan dünya və nə midənəm. Biz özümüzdə onlardan ötürü axır günədən də zindiqanlığımıza hamıma qoydu bu yolda. Bir də insanlar öldülər. Bəni gördülər ki, əməldə o cür dəyərdilər. Onlar heyvi oldu. Və onlar gəldilər zorla deyirlər ki, dal oturun. Üçün amil eləmişdilər. Bəli, o ilk amil oydu. Və o birisi əvamildə vardı ki, biz Ruslar olmasaydı,
o təzyiq-tələblik tohmətli olmasaydı və iqdad olmasaydı və fikir eləmir dövlət İranda o orza və qudrət olaydı ki, gəlib hərif olaydı, məsələn, xalqına. Azərbaycan Cüzrüca bildiyiniz kimi hüdudən 5 il bundan qabaq qurulubdur. 5 il içində müxtəlif fəaliyyətlərimiz olur. Buracan ki, eləyə bilmişik, Azərbaycan tarixinin mühüm günlərində burada yığıncaqlarımız olubdur. Onun müridində danışıqlığı olubdur. Az cümlə, məsələn, Məşrutiyyət İnqilabının yıl dönümündə, İmbirazə yıl dönümündə və ya böyük şəxsiyyətlərinin ölümlərinin yıl dönümlərində biz burada yığışmışıq. Və ya Dünya Ana Dili günün ki, 21 fevral olur, o günlərdə yığışmışıq və burada mərasimlərimiz olur. Bundan sonra da elə olduğu kimi bunlara idamə verəcəyik. Ümidvarıq ki, buradakı Kanadada və Torontoda yaşayan insanlar, Azərbaycanlılar daha əlaqələri çoxala bu işə. Bundan daha böyük cələsələrimiz olur. Biz fəqət ümidvarıq ki, bugünkü cələsəki İmbirazə haqqında idi. Bu məsələyə kömək eləsin ki, bizim bu məsələni götürə aparaq öz şəhrimizdə olduğumuz qonaqlıqlarda olduğumuz, getdiyimiz yoldaşlarımızla danışaq və bu məsələnin əhəmiyyətli olaraq doz verək ki, nə qədrimiz ki, öz dilimizə, öz fərhəngimizə, öz kültürümüzə əlaqəmiz olar və bu şeylər gələk qarışaq. Mənim deyəcəyim bu qədər. 125 min hektar torpağa malik olub. Yəni, sosialist quruluşunda nə torpaq vardı, bölüb və kətlərin arasında. Dəxli yox idi bu, hansı mülkədarındır, hansı ərbabındır. Balaş Azəroğlu, bu Azərbaycan Ruznaməsini gətirmişəm, həm görəsiniz. Bu Azərbaycan Ruznaməsi, Azərbaycan Demokrat Firqəsinin orqanıdır. Milli hökumət zamanından sonra ki, bu 12 min nəfər üzvü ilə Azərbaycanda olublar, bu onların orqanı nəşr olubdur. Balaş Azəroğlu Azərbaycanın xalq şairidir. Milli hökumət zamanı Ərdəbildə Codət
ruznaməsinin redaktoru olub, Codətdən sonra. Sonra Milli Hükümət, Milli Məclis yarananda Azərbaycan Milli Məclisinin muğamdan seçilən millət vəkilidir o zaman. O bir xatirə yazıbdır, yəni o dövrün belə fikir edirəm, yəni canlı olaraq belə təcəssüm eləməyi, belə fikirəm yaxçıdır, bunu oxuyam sizə. Deyir ki, 1900, yox, mən üz üstəm bu deyil. 1944-cü ilin baharı idi. Milli Hükümətdən bir il qabaq. 1944-cü ilin baharı idi. 14-cü dövr məclis seçkilərinə başlanmışdı. Yəni, İran məclisinə seçkilər başlamaq zamanıdır. Mişkin şəhridən Tehrana Şura məclisinə bir nəfər nümayəndə seçilməli idi. Fəqət bu ilki seçkidə işlər dəyişmişdi. İndi bir nümayəndə yerinə 2 kandid var idi. Biri Mişkin şəhrin dövlət tərəfindən kandid olan həmişəki nümayəndəsi Ağayev Müəzzüddovlə, ikincisi isə yerli partiya təşkilatı tərəfindən kandidliyə irəli sürülmüş Həsən Codət idi. Həsən Codət, yəni Balaş Azəroğlunun bu yerli təşkilat dediyi o zaman Hizb-i Tudə olurdu. Hizb-i Tudə deyir, Codəti irəli sürüldü ki, bu kandid olsun. Nümayəndə yəni özündən cəmaata mərifə eləyirdi. İndi Həsən Codət haqqında Balaş Azəroğlu belə yazır. Həsən Codət o zaman heç bir partiya üzv deyildi. Yəni bir şəxsi bir adamdır. Yəni Tudə partiyasından heç irtibatı, əlaqəsi yox idi. Fəqət ancaq onu həm Ərdəbildə, həm də Mişkin şəhərdə hamı tanıyırdı. O zaman Mişkində yaşamışdı, Ərdəbildə isə Codət adlı ruznamənin müdiri idi. Bu, necə deyirlər, Codətin ümumiyyətlə xarakterizəsidir zatdan. Balaş Azəroğlu belə təqdim etdi, belə adam idi. Heç bir siyasi təşkilata üzvü deyildi. Özü də çox mötəbər və çox yaxşı bir adam idi, amma hamı cəmaat onu belə tanıyırdı. Deyir, anam, mən xatirənin başqa hissəsini oxuyuram. Deyir, 1945-ci ilin payızı idi. Keçirəm də, oxumuram o birilərində çoxdur. Hizb-i Tudənin Azərbaycandakı əyalət komitəsi Azərbaycan Demokrat Firqəsi ilə birləşmək haqqında qərar çıxartdı. Çıxardandan sonra vilayətlərdə və şəhərlərdə olan komitələr Azərbaycan Demokrat Firqəsinin yerli təşkilatları ilə birləşmək üçün birgə nümayəndələrin iclasını çağırmışdı. O zaman Azərbaycan Demokrat Firqəsi yaranandan sonra belə qərara gəlir ki, Hizb-i Tudənin nümayəndələri, Azərbaycanlılar deyirlər, bax, bunun istədiyi tələblərlə biz çox razıyıq da. Məsələn, bu dilimizi istəyir, bu Tudə partiyasına bu yoxdur. Biz millətimizə, məsələn, hüquq istəyir, Tudə təşkilatında yoxdur. Ümumiyyətlə görürlər ki, Tudə partiyasının tamam üzvləri hamısı istəyir keçsin Azərbaycan Demokrat Firqəsinə. Həman iclaslarda birləşmə haqqında qərar qəbul edilirdi. O söhbətlərdə Balaş Azəroğlu deyir. Ərdəbildə belə bir birləşmə iclası Şeyx Səfi Xiyabanının Bağmeşəyə gedən yolunda 2 mərtəbəli bir binada təşkil edilmişdi. Təbrizdən isə Hizb-i Tudənin əyaləti komitəsi tərəfindən bu iclasa Çeşmazər Mirqasım və Azərbaycan Demokrat Firqəsi tərəfindən isə Darandaşı Həmid yoldaşlar gəlmişdilər. Yəni, həm Hizb-i Tudənin nümayəndəsi kimi, həm də Azərbaycan Demokrat Firqəsinin nümayəndəsi kimi gəlmişlər, buradakı bu birləşməyə nəzarət edirlər. Görürlər ki, bu birləşmə necə gedir. İclas günortadan sonra təşkil olacaq idi. Yaxşı yadımdadır ki, bizim nümayəndəlik heyəti iclasa biraz gecişmişdi. Balaş Azəroğlu o zaman Tudəyə olubdu. Biz gedib Azərbaycan Demokrat Firqəsinin nümayəndələrini orada gördük. Mən yenicə oturmuşdum ki, üzbəyüzümdə əyləşən adam məni başı ilə salamlayandan sonra yanında oturmağı təklif etdi. Mən o adamın ilk baxışda tanıdım. Ancaq onun bu məclisə gəlməsi məni bərk təəccübləndirdi. Elə bunu öyrənmək üçün də keçib onun yanında oturdum.
O Mişçinin məşhur adamlarından biri idi. İran məclisində seçkilər zamanı o Məzdudoliyə rəy verməyə toplayırdı. Yəni o da nümayəndə imiş ki, Məzdudoliyə nümayəndə seçsin. İclas başladığı üçün söhbətimizi davam etdirə bilmədik. Hizb-i Tudənin Ərdəbil Vilayəti Komitəsi ilə Azərbaycan Demokrat Firqəsinin yerli komitəsinin bircə iclası onların birləşib bir ad altında Azərbaycan Demokrat Firqəsinin Ərdəbil Vilayəti Komitəsi adı ilə fəaliyyət etməsini və hizb üzvləri olan yoldaşların könüllü olaraq Azərbaycan Demokrat Firqəsinin üzvlüyünə keçmələri haqqında qərar qəbul edildikdən sonra vilayəti komitənin sədrliyi üçün kandidlər irəli sürüldü. Görək ki, bəs indi bu birləşmədə burada bəs bu firqənin məsul kim olsun? Seçki zamanı iştirak edənlərin böyük əksəriyyəti Cövdətə səs verdi. Yəni, o zaman mən sizin fəqət buranı diqqətinizə çatdıram ki, yəni o demokratik məsələ üzrə istəyirəm, fikrimi bölüşəm sizlə. Ümumiyyətcə, Cövdət nə Hizb-i Tudənin bir nümayəndəsi olub, nə Azərbaycan Demokrat Firqəsinin. Bir dənə şəxsi adam imişi, o da bu hərəkat görəndə qoşulub bu məsələ və hamı da biduni istisna Cövdətə səs veriblər. Heç firqəçiyə də səs verməyiblər. Yəni, mən belə fikirləyirəm, indi biz bu dünyada yaşayırıq, xüsusən İran təşkilatlarını biz görmüşük. Mən hesab etmirəm ki, siz də bunu qəbul edirsiniz ki, bizim təşkilatlar ayrı adamın hələ iştirakını qəbul edirlər. Hələ bir yerdə ki, gələrlər nə olar, bunu icazə verirlər seçilməyə. Bununla yenə yanaşı, mən yenə də bir xatirə gətirmişəm. Bu xatirə də tutarlı bir xatirədir. Bu Döktür Məhdaşın, o zaman özü bilirsiniz, bu təhsil adamlarının 21 Azər hərəkatında adı çox olubdur. Hətta onda mən bir yazı oxudum ki, deyirlər ki, Azərbaycan Milli Məclisinə seçkilərdə savadlıların çoxu 4-5 dəfə İran məclisinə seçilənlərdən çox idi. Seçkilər zamanı. Bu yazını diqqətinizə istəyirəm çatdıram. Bu Döktür Məhdaşın xatirəsidir. Və bu xatirədən qabaq icazə verin mən ilə bir dövlətin tərkibini istəyirəm sizə oxuyam. Milli hökumətin tərkibi kimlər olubdur? Ya bunu oxuyum, sonra bunu diqqətinizə çatdıraram. Döktür Məhdaş bu xatirəsini belə yazır. 1324-cü ilin Şəhrivər ayının 12-ci günü səhər saat 9-da öz iş otağımdan baxarkən Səttərxan xiyabanına daxil olan çaharrahın başında böyük bir izdiham gözümə sataşdı. Burada çoxlu cəmiyyət yığılıb divarda yapışdırılmış taza bir elanı oxuyurdular. Getdikcə adamların sayı artırdı. Bunlar firqənin təşkilini elan edən 12 Şəhrivər müraciətnaməsini oxumaq üçün bura toplaşmışdılar. Bunu Döktür Məhdaş yazır, deyim, mən pəncərədən baxırdım, gördüm belə 12 Şəhrivəri təzə yapışdırıblar divara, cəmaat da bunu oxuyur. Yəni, Döktür Məhdaş hələ firqəçi zat deyil, yəni bu xəttlərdə bir döktürdür, oturub mətəbbində xiyabanı görür, baxır, görür ki, 12 Şəhrivəri yapışdırıblar, cəmaat da gedir oxumağa. İş vaxtı qurtarandan sonra mən müraciətnamənin məzmunu ilə tanış oldum. Yəni, gedir divara bu da oxuyur, görür ki, 12 Şəhrivər müraciətnaməsi Azərbaycan Demokrat Firqəsi mövcudiyyətlərini elan ediblər. Və bu barədə ətraflı məlumat almaq və fikir mübadiləsi etmək üçün firqəçi yoldaşımız mərhum Xəlil Azərbadiqanın yanına getdim. Xəlil Azərbadiqan o milli hökumət yaralanandan sonra Ərdəbilin fərmanları olubdur. 1325-ci ildə dövlət qoşunları iki tərəfdən həmlə ediblər. Biri Azərbaycanda Qaflan tərəfindən, biri Astara tərəfindən. Astara tərəfindən, yəni cəmaat da məlumdur ki, o 12.000 nəfər, mən ki deyirəm, firqəçilər, Azərbaycan Milli Hökumətinin fədailəri, dövlət adamları, kəndçilər, istəyiblər keçərlər Azərbaycana, məlumdur, hər tərəfdən gəlib Ərdəbil tərəfdən keçəcəklər də, o sərhəd oradadır.
Bu keçəndə mərhum Azərbaycan oranın fərmandarıdır. Qoşun gəlir, cəmaatda, kəndlilər zatda, biri atla gedir, biri ayaqyalın qaçır, biri maşınla keçir. Ancaq hərlə gələnlər Azərbaycan deyə gördüm ki, onun silahdaşlarla deyir, Azərbaycanı nə qədər elədik, bu keçmədi o yüzden. Dedi, baba, qoy mən bitər, bu qoşunun qabağını gücü saxlayayım ki, bu cəmaatı qırmasınlar da. Bu buyurları özünü yetirir Astara tərəf, Dərvazasına, Ərdəbildə. Çıxır dövlətin qabağına ki, bəs mən şəhərin fərmandarıyam, buyurları. Mən gəlmişəm sizin pişvazuza, buyurun, bu yandan gəlin. Danışdırır, bu qoşunu danışdırır. Nə eləyir ki, fərmandar da gəlibdir müzakirəyə. Gəlin, bəs danışaq. Bunları məcburən heç olmasa bir deyirlər, 3-4 saat bunları yubandırır. Yubandırır ki, cəmaat keçsin. Və adını da yazmışdılar, hansı əfsər idi, təəssüf unutmuşam. Yəni, kitabımda vardı həmin əfsərin adı. Əfsər buyurları bir müddət danışandan sonra bu məqsədin bilir. Məqsədin bilir, elə orada Astara Dərvazasının qabağında Xəlil Azərbaycanı darasınlar. Yəni, elə bir şəxsiyyətlərdəndir. Xəlil Azərbaycan bu zaman firqəçi yoldaşların görüşmək mərkəzindən biri olan öz hücrəsində oturub 3 nəfər ilə həmən müraciətnamə fərqinin təşkili barəsində danışırdılar. Bunu Məhdəş yazır. Mən içəri girən kimi o 3 nəfər ayağa qalxıb getdilər. Sonra Xəlil dayı deyirmişlər Xəlil Azərbaycanında, əlini mənim çiynimə qoyaraq, dur ayağa, bugün səninlə bir yerə gedəcəyik. Döktür Məhdəşə deyir. Çoxlu yol gedəndən sonra bir qapıya yetişdik. Bura Demokrat firqəsinin müəssislərindən birinin evi idi. Evin içərisində böyük bir zalda Pişəvəri, Ağazadə Şahin, bu 53 nəfərlərdəndir, Ağazadə Şahin, 50 nəfər, həmin Şahindir. Ağazadə Şahin, Kəbiri və başqaları oturmuşlar. Biz də onların yanında oturduq. Söhbət əsnasında Pişəvəri mənə müraciət edərək soruşdu. Bizim firqənin müraciətnaməsini oxudunuz? Döktürə deyir. Bəli. Məhdəş deyir ki, bəli, mən də oxudum. Deyir ki, siz ona necə baxırsınız? Döktür Məhdəşə deyir. Deyir ki, öz xalqının azadlığını istəyən bir Azərbaycanlı kimi. Məhdəş Pişəvəriyə belə cavab verir. İndi bu Məhdəş, mən görürsünüz da hələ Azərbaycan Demokrat firqəsi yaranmasını elan edib, hələ Məhdəşin heç bir xəbəri yoxdur. Bir dənə, mən dedim, o Azərbaycan Milli Dövlətinin tərkibini istəyirəm sizə elan edən və bu oxuyan, buna görədir. Bəlkə bu fakt, bunu Vətən yolunda, yəni Qızıl Ordu, o zaman ruznaməsində elə çap edibdir. Milli Dövlətin tərkibini, mən bax, həmin ruznamədən istəyirəm sizə oxuyam, həmin gününküdür. İran mətbuatından deyir, götürüb da, başına yazır İran mətbuatından, Vətən yolunda yazır. Yazır ki, Azərbaycan Məclisi Millisi dünən günortadan sonraki cələsəsində Azərbaycan Demokrat firqəsinin rəisi Ağay Pişəvərini Azərbaycan Milli Dövlətin təşkil verməyə namizəd və məmur etdi. Ağay Pişəvəri günortadan sonraki məclisdə öz kabinəsini aşağıda qeyd olan tərkibdə Məclisi Milliyə mərifili edir. Baş vəzir Pişəvəri, Daxilə vəziri Dr. Səlamullah Cavid, Xalq Qoşunları vəziri Cəfər Kaviyan, Fəlahət vəziri Dr. Məhdəş. Yəni, Dr. Məhdəş heç firqəçi də deyildi. Yəni, Azərbaycan Demokrat firqəsi yaranana qədər heç bu hərəkatın nümayəndəsi də deyildi. Amma Pişəvəri onu vəzirlərdən biri kimi mərif edibdir, kabinə üzvü kimi. Yəni, mən belə fikir deyirəm ki, bizim indi çox siyasi təşkilatlar varımızdır və hansı siyasi təşkilata baxsın, o bir siyasi təşkilatda məlumdur, yaxşı adamlar çoxdur. Heç imkanı yoxdur başqa siyasi təşkilatdan biri müəllifi özünə vəzir kabinə qəbul edir. Yəni, hələ bundan bir 63 il keçir. İndi bir ayrısında istəyirəm, elə buradan oxuyam. Fəlahət vəziri Məhdəş, Maarif vəziri Məhəmməd Biriya, Səhiyyə vəziri Döhtür Oğrənci, Maliyyə vəziri Qulamrıza İlhami, Ədliyyə vəziri Yusuf Əzima, Yol, Post və Telefon vəziri Ağay Kəbiri, Ticarət və İqtisad vəziri Ağay Riza Rəsuli, İş
və zəhmət vəziri təyin olunana kimi vizarətxanəyə mərbut olan işlərə baş vəziri nəzarət edəcəkdir. Bu iş və zəhmət vəziri. Biraz qabaq mən Balaş Azəroğlunun Codət haqqında Azərbaycan Demokrat Firqəsinin Ərdəbil nümayəndəliyini oxudum. Diqqət üzə çatdırdım, yəni o xatirəsində. 3 ay sonra, yəni bu məclisin birinci açılışında Pişəvəri bunu, kabinəsini belə mərcif edibdir. 3 ay sonra həmin Codət, yəni Codət ruznaməsinin məhsulu ki, o zaman gördünüz də Balaş Azəroğlu yazmışız, firqəçi dəyərdi. İş 3 ay milli hükümət yaranından sonra iş və zəhmət vəziri həmin Codəti qoyublar. Ki, o da yenə də heç nə firqənin də özü dəyərdi. Yəni, tutaq ki, hesablayın ki, əgər firqiyə, Azərbaycan Demokrat Firqəsinə milli hökuməti yaratmağa ruslar diktə eləyirdisə, yəni bu təşkilata süzgət hökumət yaradılır, heç bunun vəzirləri heç firqəçi dəyir. Yəni, adi cəmaatdan və vətənin, xalqın sevən insanlar bunu yaradıblar. Yəni, heç Döktür Məhdəş o dövrdə firqəçi də olmayıbdır. Mən belə fikirləyirəm ki, bu haqda uzun danışmaq olar. Yəni, mənim 14 il topladığım məcmuəni burada belə saatlarla danışa bilərəm. Amma bir dənə də burada belə fikirləyirəm ki, bir xatirə vardır. O da yenə tarixi hadisələrlə bağlı olduğuna görə belə fikirləyirəm, onu da sizə oxusam pis olmaz. O da Səlamullah Cavidin ki, daxili işlər vəziri olubdu o zaman, onun oğlunun o zaman təxminən olurdu 38 yaşı. Daxili vəziri olduğuna görə bunun oğlu kabinədə işləyibdir. Pişəvəri ilə özdə işləyibdir. O, həmin dövrdən bir xatirə yazıbdır. Mən o xatirəni icazə verin, oxuyum, yaxçıdır özdə bu. 1946-cı ilin mart ayında Amerika konsulxanasının işçisi və tərcüməçisi vəzifəsində işləyən Asəf mənə zəng vurub Amerika konsulunun baş vəzir Pişəvəri ilə görüşməsinə icazə istədi. Konsulun cavabını yoldaş Pişəvəriyə dedikdə buyursunlar dedi. Bir neçə dəqiqədən sonra konsul gəldi, Pişəvəri konsulu qəbul etdi. Konsul öz mütərcimi Asəfə başa düşmədiyim dildə nə isə dedi. Yəni, konsul ingiliscə öz mütərciminə bir söz deyib, bu da ingiliscə bilmirmişlər. Deyir, bir şey dedi, mütərcim deyib belə dedi. Cənab konsul həzrətləri sual etməyə icazə istədikdə Pişəvəri sakit bir tərzdə yenə də buyursunlar dedi. Konsul belə bir sual verir. Azərbaycanın İran daxilində qalmasına necə baxırsınız? Bu, Amerikanın konsulu Pişəvərdən sual edir. Pişəvəri belə cavab verir. 1324-cü ilin 12 şəhrivərində Pişəvərin konsula belə cavab deyir. 1324-cü ilin 12 şəhrivərində Azərbaycan Demokrat Firqəsinin nəşr etdiyi müraciətnaməsində deyilir. Azərbaycan İran sərhədləri daxilində olmaqla özünü idarə etmək məqsədi ilə muxtariyyət verilməsini tələb edir. Sonra 1324-cü ilin Aban ayının 29-unda təşkil tapmış Azərbaycan Xalq Konqresi, yəni Müəssislər Məclisi tərəfindən qəbul edilən bəyannamədə yazılmışdır. İran dövləti daxilində Azərbaycana milli muxtariyyət verilməlidir. Daha sonra Azərbaycan Milli Dövləti öz elamiyyəsində açıq bildirirdi ki, Azərbaycan Milli Dövləti İranın müstəqilliyini və təmamiyyətini hifz edəcəkdir. Pişəvəri konsula belə cavab verir. Azərbaycan Milli Hökuməti göstərilən prinsipləri müdafiə etməklə ona layiqincə əməl edir. Onu da qeyd etməliyəm ki, bəyannamələr vaxtında İran dövlətinə, İrandakı böyük dövlətlərin sifarətxanalarına göndərilmişdir.
Əminəm ki, cənab konsul bunlardan xəbərsiz deyil. Konsula deyir, bilirsiniz bunları, niyə gəlibsən də mənim yanıma? Konsul cavabdan razı qaldığını bildirib, ikinci sualını verdi. Sual, İran dövləti ilə Amerika dövlətləri arasında ticarət sazişinin olması yəqin ki, baş vəzir cənablarına məlumdur. Deyir, biz ticarət əlaqələrimiz var İranla. Bu saziş əsasında Amerika malları Tehranda manəsiz və azad surətdə satılır. Milli hökumət tərəfindən Amerika mallarının Azərbaycanda satılmasına manəçilik törədilməsi doğrudurmu? Deyirlər ki, Azərbaycanda mane oldular Amerika mallarının satılmasına. Pişəvəriyə müraciət edir. Pişəvəri cavab verir. Azərbaycan Milli Hökuməti xalqın maddi rifahı halının sağlamlıq və səhhətinin durmadan yaxşılaşmasına çalışır. Lakin tibbi müayinələrin nəticəsində məlum olmuşdur ki, Amerika dövlətinin İrana və Tehrandan Azərbaycana satış üçün göndərdiyi tikili köhnə Amerika paltarları müxtəlif xəstəliklər mikroblarının yayılmasına səbəb olmuşdur. Buna görə də biz Amerikadan gətirilən köhnə geyim mallarının törətdiyi xəstəliklərin qarşısını almaq məqsədi ilə Amerikanın köhnə kəsib paltarlarının yandırılmasına göstəriş vermişik. Milli hökumət bu barədə alverçilərə dəyən zərəri ödəyəcəkdir. Deyib, biz onu da ödəyəcəyik. Biz Azərbaycanın iqtisadi yüksəlişinə kömək edə bilən və xalqın tələb etdiyi malları hər bir ölkədən, o cümlədən Amerikadan almağa hazırıq. Əgər Amerika dövləti maşın avadanlığı, kənd təsərrüfatı maşınları, sənaye malları və sair texniki əsasları bizə satmaq meylində olarsa, biz onu məmnuniyyətlə qəbul edərik. Belə icab verir. Öncə özünü çox məğrur göstərən Amerika səfiri, Zavit bunu yazır. Səfiri suallarına cavab aldıqdan sonra durub, məmnuniyyətlə məclisi tərk etdi. Yəni, ümumiyyətlə bunu demək fikrindəyəm ki, ümumiyyətlə Azərbaycan Milli Hökuməti elə mənim bu sənədlərimlə, yəni mənim təxəyyülüm məhsulu yox, bəlkə faktlara əsaslanıb Azərbaycan Milli Dövlətinin, Azərbaycan Milli Hökumətinin milli demokratik karakteri, yəni xüsusiyyəti məlumdur ki, aydın olur. Və bizim İran mübarizə tarixində sözümü bitirirəm. İran mübarizə tarixində çox hamıya tanış Xosrov Ruzbe. Xosrov Ruzbe öz müdafiə etdiyi bu məhkəməsində belə bir söz deyir. Qoşunun Azərbaycana getməsi və Nehsətin şikəst yeməsi ziddinqilabi bir iqdam idi. Azərbaycan Nehsəti Azərbaycan və İranın nəcatı üçün lazım idi. Bu bir sol düşüncəli bir insan öz məhkəməsində hətta irəli sürübdür. Mən indi bunun əksinə icazə istəyirəm bir nəfər də ayrı adamdan bir fikrinizə çatdıram. Ayətullah Mirzə Əbdullah Müctəhidi 1324-cü il Bəhmənin 11-də xatirə kitabı çıxıbdır. Bəlkə də çoxunuz oxuyursunuz. Buhranı Azərbaycan. Gündəlik yazıb o zaman. Orada belə bir fikir irəli sürür. Deyir, bu hadisələrin gətirişi belə oldu ki, hər halda bu Ayətullah Müctəhidinin sözü deyil, hər halda milliyyət məsələsi ortaya çıxır. Necə deyərlər, onun toxumu əkilib. Tutaq ki, bu dəfə də Tehran müvəffəqiyyət əldə edə, bu mövzunu ortadan götürər. Yenə onun kökü kəsilməyəcək. Əkilən bu toxum bitəcək, yenə göyərəcək və daha qüvvətlə Tehranın qarşısında duracaq və ucalacaqdır. Bu, Ayətullah Müctəhidinin, yəni Azərbaycan milləti üçün, millətinin hüquqları üçün dediyi bir ruhaninin, bir mollanın nədir deyirlər, fikrindən irəli gələndi və elə belə fikr edirəm ki,
Əgər bu hərəkat milli demokratik olmasaydı, müsəlləm bunların bir tərəfi bunu rədd eləməlidir. Ya heç olmasa molla rədd eləməlidir, ya heç olmasa kommunist rədd eləməlidir. Milli demokratik olduğuna görə əsasən iki düşüncə də görürsünüz, bunu qəbul edir. Və sözümü mən icazə özlə yenə də bu hərəkatın rəhbəri Seyid Cəfər Pişəvərin bir sözü ilə qutarmaq istəyirəm, icazə özlə. Seyid Cəfər Pişəvəri belə bir fikir deyir. Azərbaycan xalqı özünün qüdrətini milli birlik və milli azadlığa tapmışdır. Mən belə fikir edirəm, bu milli birlik yaranmayana kimi bu günə qədər Azərbaycanda bu hərəkat, yəni milli demokratik hərəkat, biz hər kəs yazırlar ki, Azərbaycan 21 Azərbaycan milli demokratik hərəkatının zirvəsidir. Yəni milli demokratik heç bir hərəkatı saya bilmərik ki, milli hökumət dövrü qədər hüquqlarımız bərpa olunsun. Və o da milli birlikdən, milli düşüncənin birliyindən əmələ gələndir. Və mən belə fikir edirəm ki, bu milli birlik nə vaxt kimi yaranmayıb, elə həmişə bu uca zirvəmizi elə tarixdə görəcəyik. Mən arzu edirəm ki, bu milli birliyimiz yarana bilsin və hüquqlar, millətimizin hüququ bərpa olunsun. Çox təşəkkür edirəm, məni eşitdiyinizə.
qalmış Şuşamızın yadigarı Muxtar Nobəri Təbrizdə bizim yerlimiz və cənab Ramiz Şahpur koreografer və Təbrizdən dans ansamblının bədii rəhbəri və qarmonçu və bizim öz yerimizdə məndəki hamının huzuruna tanışıq. Bir də mahnı bizim Laçın üçün. Deməli, bugün Qarabağ hissəsində Qarabağ oxuduq və Laçın üçün. Sağ olun. İndi bu mərhələdə Əli Zeynal'dan xahiş edəcəyik, əgər tamaşaçıların və yoldaşların sualları olmuş olsa gibi bir Azər barəsində onlara cavab versinlər. Əli Zeynal'dan xahiş edəcəksinlər. Suallarınızı buyura bilərsiniz, əgər istəyirsiniz. Buyurun. Bu mühəndər kimidir? Niyə alalıyıq ya tərz? Ayrı. Deyirəm, bəlkə elə suallar yazın, bəlkə ola biləcək ki, elə suallar olacaq ki, ikisinə elə birləşdirəcəyik, üçün birləşdirəcəyik, ya belə olacaq da. Buyurun. Mən bilmirəm sizin kitabınızda, ya fikirəm ayrı bir yerdə oxudum ki, Pişəvərlər məclisdə oturmuşmuş, bir ayrı adamla elə bu məsailə ruza görə danışılmış, gün məsailəyə görə. Ulan Yahya Seymkan girir ora.
bu sözü qət edildi. Peşəvər rəhmətlik o adamla tanışılmış, onu qət edildi. Və sonra bir ayrıdım soruşur ki, niyə sözü qət edildin? Deyir ki, və qolu öz dilimizdə desək, Rus sözüdür, ki, içəri. Bu cür bir sözün əsli var, aya bulamaya varən, o cürüdür ki, məsələn, Rusların casuslarına atılmış ola, ya dinlətməyə şeylər. Həlhada bulamaya haqqındadır. Bu da var. Buyur abi. Mən müsalam vardı. Mən çox uzaqlardan danışmıram. 2001-dən hələ danışıram. 2001-dən xaricdə, İranın mərkəzlərindən xaricdə və İranların çox toplanmış yerlərdə biz hələ hər adam, hər Azərbaycanın milli məsələsinə pozitiv yanaşan insanlar, özümüzdə kimi adamlar hələ o bir İranlıların yanında açıqca Peşəvərin adını çəkməyə çəkinərlər. Ona görə ki, onlarla biznesləri var, tam oturub dururlar və bu çox. Və mən istəyirəm, siz bir araşdırıcı kimi, bir ziyalı kimi bunu necə dəyərləndirirsiniz? Bu təhəbbülü, yəni münasibəti. Bəli, yəni necə görürsünüz vəziyyəti və bunu nə qədər müsbət. Məsələn, bir dənə nümunə deyim, bir dənə o sayı kitab ki, bir dənə Cumhuristanın altında Türkçü dilində İranda, Azərbaycan Türkçəsi dilində İranda çap olubdur. Bütün keçən 100 ildən çoxdur. Fəqət o neçə 10 ilin içində, deyək, məsələn, 90-cı illərdə nə qədər çap olubdur, ondan qabaq nə qədər çap olubdur, 80-90 ildə, onlardan sayəsindən çoxdur. Bunu necə məsələn dəyərləndirirsə, bu başqa sualıdır, ikisini qatdır dediyinə. Və bu təhəvvülü ümumiyyətlər necə görürsünüz, bizim o qabaqdakı zirvəyə çatmamız istəyir. Mən eşitdiyimə görə Təbriz Universiteti, Təbriz danışqahını Peşəvari dövründə təsis ediblər. Bu, bəncə düzdür, ya onu bir buyurasınız? Bəli. Bir dənə kitab İrandan çıxıb Həsən Cəmili altında belə bir təhlil edirdi. Bir sel, əlbət İrandan çıxıb təbiyyədən təhlil olub. Bəli, bir sel Azərbaycan Feyzan ordunda düzgün sözlər yazmıyor. Siz adını çəkdiniz danışır, Mustafa Mahir, Feyzan ordunda. Oxuyursunuz o kitabı İranda. Bəli, oxuyursunuz. Onun yazdıqları düzgündür. Həsən Bəli. Bəli? Bəli. Yaxşı, bu da Cəmil Həsənlinin kitabı. Başqa suallar da var. Ya bəlkə istəyiniz danışım bunlar haqqında. Əvvələn, mən Qulam Yəhyanın həmşəhərisi deyiləm. Qulam Yəhya Saraqlıdır. Mən Miyanalıyım. Mənim bu təhqiqat aləmində, yəni o dövrü, bu məsələyə cəlb olmağım benimdə 14 il bir dövr keçiribdir. Hətta belə deyim ki, mən Kanadada gələndə 7 ildir buradayıq. 3 ilin, yəni mən təşəkkür edə bilərəm xanımımla. Buna görə ki, də bura özümüzü də xanımların ölkəsidir. Yəni mənə bax bu icazəni verib 2 il gündə 8 saat fəqət işləmişəm elə bu işlə bağlı. Yəni ağır zəhmət hesabına gəlib çatıbdır mən bu 2 dənə kitabım bura. Və bir araşdırıcı kimi, yəni bir tədqiqat əsəri kimi deyə bilərəm ki, Peşəvəri elə bir şəxsiyyət olub, bayaqları mən söhbətimdə dediyim, elə bir şəxsiyyət olubdur ki, hətta müxalifləri də onun təmizliyini yazıblar. Çox təmiz adam olubdur. Məsələn, 11 il bu Rıza Şah zamanı zindan çəkib. Zindandan böyük xatirələr var, məsələn, hətta məsələn, çox böyük İran siyasətinin böyük nümayəndələri tərəfindən ki, bu necə şəxsiyyət idi. Sonra da eşikdə şəxsiyyəti haqqında çox yazıblar, Peşəvəri haqqında. Hətta burada bayaqlar filmin gördük, Söhrab Tahir onun haqqında bir roman yazıb, Peşəvəri haqqında. Və təzədə məhkəməsiz adı çıxıb, bilmirəm, bura gəlib çatıb ya yox, Peşəvərinin Rıza Şah dövründə məhkəmələri.
hərəkatın başçısı kimi Pişəvəri haqqında və yazılarının, bayaq dediyim kimi, Pişəvərinin bu adamlardan olub ki, fikrinə varıb tez yazıb kağıza. Yəni, İran hərəkatı, İran mübarizə tarixində Pişəvəri qədər yazısı olan bir şəxsiyyət yoxumuzdur. Yəni, o qədər yazısı var. Və heç görürsünüz ki, heç kəs çox onu görməyibdir. Buna görə ki, əslən, üstün örtüblər də o məsələni. Və Pişəvəriyə heç bir irad, işgal yaza bilmədiklərinə görə və bu məsələni də axı istəmirlər. 21 Azər hərəkatı o həqiqi siması cəmaata bilinsin. Və mənim aləmimdə 21 Azər hərəkatının xalq kütləsi hərəkət verici qüvvəsi olsa da, əsas bunun rəhbəri olubdur. Rəhbəri mənim aləmdə bu hərəkatın müsbət nəticəyə gəlib yetişməsi, bir təhqiqatçı kimi deyirəm, Pişəvəri olmayıbdır, Qulam Yəhya olubdur. Mən Pişəvərinin öz yazılarından buna istəyirəm deyəm ki, bütün hər yerdə Pişəvəri müşkülə rast gəlib Qulam Yəhyanı salır. Qulam Yəhya da belə heç bir təsəvvürdən uzaq, hamı deyib ki, bu gestorda xarab olacaqdır. Təsəvvürdən uzaq Qulam Yəhya hara gedib oranı həll edir. Bir kitab gətirmişik və doktor gətirib Səmədin İşinamın kitabını Qulam Yəhyanı. Qulam Yəhyanın özünün xatirə kitabı bir dostumuz var, doktor Səmədin İşinam, o çap eləyibdir. Ümumiyyətcə, yəni belə deyim, düşmən tərəfindən Azərbaycan Milli Hükuməti hərəkatına heç bir irad yaza bilməyənlər Benovi Qulam Yəhyanı hamı istər-istəməz, dostlar bu nöqteyi nəzərdən ki, Qulam Yəhya Pişəvərinin jeneralı olubdur. Bilirsiniz da, yəni məsələn, Təbrizin alınması Qulam Yəhyanın əli ilə olubdur. Miyananın əvvəl şəhərlərdən ki, milli hükümət eləyə bilib şah qoşunlarının əlindən çıxarsa, Miyanada olubdur. Qulam Yəhya həmin hərəkata Qafland dağına başçılıq edir. Səlamullah Cavidin xatirə kitabını oxusunuz. Bir dənə xatirə kitabı da bu öləndən sonra çap olubdur. Yəni, oğlu Bakıda çıxarıbdır. Orada deyir ki, milli hükümət zamanı ki, Pişəvəri yazırdı, öldü var, döndü yoxdur, belə sözlərində. Səlamullah Cavid onda firqənin tərəfindən, Azərbaycan Demokrat firqəsinin tərəfindən milli hükümət ki, axırları da dağılır, dağılmamışdan qabaq biraz, Pişəvərini firqə rəhbərliyindən götürürlər, Səlamullah Cavidi qoyurlar. Səlamullah Cavid 3 ay hələ firqə ola-ola, milli hükümət ola-ola Təbrizin ustanları olubdur. Səlamullah Cavid gedibdir Tehrana, şahına görüşübdür. Orada deyiblər ki, axı biz burada istəyirik, sizinlə məsələni danışaq, həll eləyək. Seyid orada deyir ki, öldü var, döndü yoxdur. Belə deyiblər. Şah Səlamullah Cavidi qəbul edir. Ki, görürsün də, bu görək, bu Təbrizin yaxçı. Üstənləri görək, nə sözü vardı? Səlamullah Cavid yazır ki, əvvəlin sözü ki, mən yetişdim, şah mənə dedi, o Qulam Yəhya haralıdır? Təbriz danışqahı. Mən belə fikirləyəm, Təbriz danışqahıdır Milli Hükümət zamanı. Orada əksi vardı. Təbriz Universiteti. O zamana qədər yox idi. Milli Hükümət zamanı Təbriz danışqahı açılıbdır. Cəmil Həsənliyin kitabı vardı. Cəmil Həsənli düzü mənim dostumdur. Bakıda biz çox yaxın olmuşuq. 21 Azər hərəkatının təhqiqatçılarındandır. Çox gözəl, realist bir, real həqiqətlərlə barışan bir adamdır, düzü. Mən burada filmə yetişə bilmədi, Elçi bəyin 21 Azər hərəkatından Pişəvəri haqqında bir rəyi vardı, gətirmişdim. Yəni, orada heç mətbuatda da yoxdur. Mən özüm hükümcəm. Milli hükümət Pişəvərinin il dönümü idi. Biz qəbriyin üstündə tədbir tutmuşduq. Elçi bəy də gəlmişdi, orada danışırdı. Ona görə biz sənmişik. Yəni, məndə videoda var. Heç Bakının nə mətbuatında var, nə də televiziyasında var. Məndədir bu təsvir. Mən hətta deyə bilərəm ki, Əbülfəz Elçi bəyin də milli hükümət barəsində, Pişəvəri barəsində rəyini ümumiyyətlə Cəmil Həsənli dəyişibdir. Yəni, mərhum Elçi bəy də milli hükümətin milli zəmində olduğunu qəbul eləmir. Deyir ki, yəni heç
o zamanlar elə bir vəziyyət idi ki, milli pişəvərliyin özünü bir kommunist kimində qəbul edəmdə. Deyil, elə bu Rusların adamıdır. Belə deyirdilər. Cəmil Həsənlinin birinci kitabın üstündə, yəni bizim elə hətta onun üstündə bir sözlərimiz olubdur. Yəni bu həqiqətlərdən biraz uzaq kitabdır. Birinci kitabı ki, onu Tehranda da çap ediblər, farsça tərcümə ediblər, hətta bir dilində əlavə edib ki, onu İngilistanda Şahın xatirələrini çap ediblər səltənət tələblər. Şahın xatirələrinə sənət kimi Cəmil Həsənliyin kitabını çap ediblər. Cəmil Həsənli belə fikirləyəm ki, belə sual verdiniz, mən yetirə bildim sözümü. Hər halda mən Cəmil Həsənliyin o bir kitabından sonra Azərbaycan şünaslıqda, xüsusən 21 Azər şünaslıqda çox dəyərli və qiymətli kitab bilirəm. Çox yaxşı təhqiqatçıdır. Mən burada yazılanlara belə münasibətimi bildirdim. Bir söz sözcüğü Raşid Vezir, mən sizin bu sözüdən bir dənə nəzərimə gəldi. Bu Cəmil Həsənliyin o yazısı ki, indi mədrəşdə olub dedik, onu siz buyurursunuz ki, səltənət tərəflərdə olur. Kəsrəvin adamı yadına salır. Kəsrəvin şayət çox məqalələri var, bəli, hamısı çox yazıları var, çox kitablarının içində var ki, öz millətindən də rifə eləyib filan olurlar. Onların hamısını atıbla kənara, o 11 səfə kitabı mədrəş eləyib, ələm eləyiblər, onu tutublar. Aya Cəmil Həsənli özündə bütün bir vəzifə bilir, ya siz bir ünvanı dost, bir təmas olub onunla danışırız, olubdur ki, o bara qoyduğun bir yuva təmizliyə, ərz-o xidmətinə, millətindən üzr istəyə və o birlərə deyə ki, bu mənim iştibahatımda yazmışam, bir zaman bilmədiyimə görə, itilatımda az olduğuna görə. Ayrı, buyuruz dövdür. Ben bildiğim kadarıyla, o Cəmil Həsənlinin kitabı tərcümə edildi. Onun üstündə, o Babəkən bir sürü zakası o 3 nəfər tərcümə edildi. Yəni, onlar üstündə ben bildiğim kadarıyla, o kitabı da herhalde bu ben burada gətirmişəm, burada var. Ben bildiğim kadarıyla bu bir tane kitabın tercümesi değerli. İki kitabı? İki tane kitabını 800 tane koyuyor. Ben bildiğim üzüzler. Çünkü görmemişim aslında şeyler. İki tane tercümenin yüzleştirip kulasesi. Yani bu olabilir ki, Ramazan'da bir kitabesinde özüyle itiraz ediyor. İran'da bilmemler, çıkartmışlar yazılarına, bir şey bu kitabın tercümelerine aleyhine davranışma mesela, şirayet edilmemesine, yolda yazılarına, o temizleşen dostumuzda resminde arkadaşı var. Ondan da her çerçeve. Kime şahit edilsin? Kime şahit edilsin? Ve sonra bir de özüne yazı yazdı. Yazı yazdı. Ve internette de çap oldu. Ben matbuatta da çap oldu. Ulan ben işine şahit edildim. Ve bir de anlamda bahsedeyim de, bu da o bəxşlərin ilgili təhkil olur. Yani o mətn əsasindən çıxardır. Yani Beyron gəlmiş məsələn, o kitabın bəzi qismətlərini nəql olur idi. Və o bütün qismətlərini nəql olan qismətlərini əsr. Elə bir şey. Sonra o Cəmil Həsənlinin əsr kitabı. Mən Cəmil Həsənlə 21 Azər Hərşatnamə, o 9 kitab yazıb. 4'ünü də oxumuşam. 4'ünü də hələ oxumuşam. Mən Cəmil Həsənliyi də burada filmi gətirmişdim də. Var idi. Cəmildən də burada var idi. O hərəkat haqqında danışıbdı. Cəmil Həsənliyin bu kitabı tərif olunmuş kitab. Yəni iki cilddən ibarət kitabın özlərinin xoş gələn yerləri yığıblar bura. Bu yerində. Amma dostumuz deyən bir söz, bir həqiqət var. Hər halda Cəmil Həsənli birinci kitabına görə bir etiraf yazmalıdır. Belə fikir edirəm, elə vaxtımız da çatır. Ayın yanaldan təşəkkür edirək. Fikir edirəm, sualınız olmazsa biz bərnaməmizi qurtara bilirik. Və yenə də qabaq söhbətimin laxını məni dinlədiyinizə görə sağ olun, təşəkkür edirəm. Və mənim düzü ürəyim istəyən olubdur. Buna da məşğul olmuşam, 14 zəhmət çəkmişəm və bu gün xüsusən burada sizi görməyimə görə çox şadam.
Əlirza bəyin danışığı çox gözəl getdi, çox yuxarı səviyyədə, elmi səviyyədə getdi. Vağən, yəni 14 il, 15 il zəhmət çəkibdi bu adam, gedib bütün Bakıda, Moskvada bu arşivləri axtarışıbdı. İranda o zaman bu firqənin özü çıxartdığı mətbuatı, nəşriyyatı, ədəbiyyatı axtarışıbdı. Bunların deməli çəkidəsini yığıb gətirib burada cəmaata ərzə verir ki, bu 21 Azərdə nə oldu? Mənim nəzərimə iki əsası qonuya ki toxundu Əlirza bəy. Biri bu nehzətin demokratik olması idi, biri də onun milli olması idi. Demokratik olmasını ki hamımız bilirik. Məsələn, Pişəvərin öz yazdıqlarına baxsaq, indi bugünkü zamanədə siz bunu aparasınız UN-in, o Human Rights-ın, insan haqlarının mənşuru ilə tutuşturasınız. Bu adam bir yerdə də zərrəcə qeyri-demokratik bir söz, hətta bir cümlə, bir lüğət işlətməyibdir. Yəni, bu qədər mühümdür. Milli babətindən, çünki burada Kanadada olubdur bu söhbət, mən elə Kanadanın özündən bir misal verim. Baxın, 6-7 il bundan qabaq, burada Kanadada bildiyiniz kimi bu Quebec ustanında, Quebec eyalətində elə orada bizim Azərbaycana oxşar bir şərait vardı. Orada bu bəhs gedirdi ki, bu Quebec demək olar ki, Quebec milləti Quebec yəni özü bir millətdir, ya bir xalqidir, ya məsələn bunlar Fransa millətidirlər, Quebecdə yaşayırlar. Burada bunlar mübarizələrini apardılar, o yerə yetirdilər ki, Kanadanın deməli baş nazirindən ağay Stephen Harper'ı məcbur elədilər, dursun desin ki, Quebec özü bir millətdir. Pişəvər o zaman deyirdi ki, Azərbaycan özü bir millətdir. Gəldi, nə elədi, gəldi, dedi ki, milli dövləti qururuq, gəldi, Azərbaycan milli dilindən danışır. Azərbaycana bir milli vətən kimi baxır. Heç kim bu işi görmür. Nə Səttarxan görüb, nə Xiyabani görübdür, heç Pişəvəri zamanlacan gətirir o mərkəziyyəti, milliyyətçiliyi, millətçiliyi qoyur Azərbaycanın üstünə. Milli himn yaradır, Azərbaycanda mədrəsə yaradır. Əsən Azərbaycan vətəni, Azərbaycan milli vətən kimi düşür dillərə. Bu çox mühümdür. Quebecli burada gəlib bu gün ona yetişib ki, deyir ki, Quebec özü öz yerində bir millətdir. Pişəvəri 60 il bundan qabaq, 65 il bundan qabaq bu məsələyə yetişmişdir. Ona cəhət Əlirza bəy də qəşəng açıqladı bu məsələni, milli məsələsini və bu bizim bugünkü deməli məsələlərimizə də işıq saçır. Çünki indi görürsünüz, bəzi Azərbaycanlılar deyirlər ki, bütün dünyada bir qoya türk milləti var. Bu Azərbaycanlılar da nə bunun bir barmağıdır, nə qanatıdır, qoludur, nəyidir. Bu sözü deyən adam deməli, əslən millətin nə olduğunu başa düşmür. Pişəvəri deməli, 50 il bu adamlardan qabaqdır ki, o adamlar ki, indi istəyirlər bizə millətçilik zat dərsi verələr, hələ millətin nə olduğunu bilmir. Pişəvəri gəldi də ki, bu Azərbaycandır, bu da Azərbaycan millətidir, bu Azərbaycanın dilidir. Bunlar çox mühümdür. İndi Quebecli durur, Kanadanın baş nazirinə durur, Quebec özü bir millətdir. Pişəvəri o zaman deyir ki, Azərbaycan özü bir millətdir. Demirdi, nə dünyada fəqət yalnız bir türk milləti var. Bu Azərbaycanda bunun nə dırnağıdır, nə barmağıdır. Deyir ki, Azərbaycan özü millətdir. Və bu günün mövzusu da oldu. Biri bunun demokratik olmasıydı, biri də bunun deməli milli olması. Və firqə bu işi lap layiqcəsinə görübdür. Ona cəhət bizlər gəlirik bu cür bəhslərə ki, dərs alaq. Görək onlar nə elədilər indi? Nəzatlar örgənə bildi ki, bu milli nehzəti deməli, indi ki, Azərbaycanda başlayıbdır, daha uyğun, daha müasir şəkildə qabağa aparaq. Hər şeydə bax deməliyəm ki, dünən gecə mənə bir e-mail gəlmişdi, bir dənə Yahudidən, məndən soruşurdu Azərbaycana görə. Mən biləsinə bir şey yazdım. Yazdım ki, mən Azərbaycanın tarixinə görə, dilinə görə heç zət bilmirəm. Tüm yazıb oxuyamıram, heç zət də bilmirəm. Yəni, elə bir yoxam. Mən buna inanıram ki, biz, mənim kimi adamlar ki, öz dilimizə bilməmişik, oxumamışıq, yox kimi bir şey yox. Yəni, olmamamızın bir fərqi yoxmuş. Məgərim ki, biləydik ki, bilək ki, mən varam, mən Azərbaycanlıyam, Azərbaycan bilədir, amma mən heç yerini tanımıram.
Bu gün bu cəlsədə Əli Rza Miyanalı çox gözəl mənə göstərdi ki, Azərbaycanın bir tarixi də var. Bu tarixində bu işləri də görüblər. Bu adamlar qabaqcan gediblər. Mən gələndə Aydoşur Qərəcəliyə ərz edirdim. Mən bu kitabı, Aydoşur Əsgərzadənin bu kitabını oxuyandan sonra ki, ingilis dilində bir kitabı vardı. Bir dənə tezdir, Doşura tezdir, bunu oxuyirdim. Orada gördüm ki, ey vay, biz bir dənə müstəmiri yox. Bunda bölmürük müstəmir yox. Eyni Ərcəzairlər ki, müstəmir ilə Fransada dilləri olmuş Fransa, indi də ki, müstəqildirlər. Fransa dilində dərs oxuyurlar, Fransa dilində fikirləşirlər. Biz də fars dilində yazırıq. Biz Türkçe dilində görə mən heç zat bilmirəm. Azərbaycanca heç zat tanımıram. Azərbaycanın tarixini heç zat bilmirəm. Bu tür bir cəlsələr ki, o tür bir elmi təhqiqlər, xüsusən Əli Rzanın bu 15 illik təhqiqi mənə necə şey göstərdi. Mən bir sual soruşdum. 12.000 nəfər fırqa cəryanında qaçıblar İrandan Azərbaycana. 800 nəfər qaçıblar Türkiyəyə, 600 nəfər qaçıblar Əraqa. Neçə 100 nəfər, ya neçə 1000 nəfər ölüblər. Qətliam olublar. Qətliamdan söz geçir. Zahirən 20 neçə 1000 nəfərdən söz aparırlar. 20 neçə 1000 nəfər. Əgər bizlər Azərbaycanlı olaraq istirik Azərbaycanlılarımıza gərək bu tür bir cəmiyyətlər qurulsun, bu tür bir cəlsələr qurulsun. Bunların içindən bir cəmiyyət çıxsın, təhqiq eləsin. Görək ki, biz nə istərmişik 20.000 nəfər, ya 200 nəfər qətliam olublar. Nədən ötürü? Məgər bizim haqqımız dəyirdi. Bu haqqı niyə? İndi də mütəəssifənə mən görürəm ki, bunlar üçün yaşamırıq deyə. Amma hər halda bu böyük bir iş idi. Mən təşəkkür edirəm bu cəmiyyətin əzalarından ki, işi gördülər, bu ağanı çəkdilə gətirdilər bura və bu gözəllikdə bir təhqiqə mən şahid oldum. Mənə çox mühüm idi. Mən fikir edirəm ayəndə də bunların bir tərəfi mən oxumalıyam. Yəni bir mövzusunun üstündə bu cəlsədə olan, mətrəh olan sözlərinin birinin üstündə təhqiqi elmi eləməliyəm ki, o mövriddə bir şey olar. Ehtimalən də qətliamın üstündə işləyən mənim nəzərimə çox böyük bir məsələdir. Çünki biz öz həqqlərimiz üçün ki, bu gün də dünya tanıyır. O zaman da dünyada tanıyırmışlar bir belə cinayətlər olub da Azərbaycan xalqının üstündə. Bəli, mütəəssifanə bizlər indi onu bilmirik və hətta çoxumuz onu xiyanət bilirik İrana. Dərhal ki, İran bizə xiyanət edibdir və bizim haqqımızı verməkdir və bizi öz haqqımızdan dalıya salıb. Mən bilmirəm buna kim cavab verəcəkdir və biz özümüzü nə cür qane eləyəcəyik ki, bu cinayəti nə cür öz haqqımızda qəbul edirik ki, bizə bu cinayət dilimizdə, tariximizdə, adamlarımızda və genişləməyimizdə, bizim toğusamızda, diplomatimizdə bizim bir dənə təvəqqüf-i icbari yaradıblar. Yəni biz eləyə bilərmiş bir dənə indi çox geniş Sueddən, Suisdən, o birisi məmləkətlərdən daha geniş, hətta Kanadadan daha geniş bir açıq fikirli millət olaymışıq, o cür ki, başlamışmışıq. Bəli, bugün görürük ki, mütəəssifanə biz İranda cüz və o dalıya qalınmış millətlərdən. Hər halda bu mənim nəzərim idi. Söhbət çox gözəl getdi, qəşəng müstənəd bir söhbət idi. Yəni o şey ki vardı İmbir Azər üstündə, tabu ki vardı, bilirsən. Biz o tabunu gərək qıraq, bilirsən. Bizə 60 ildə elə təbliğat ediblər ki, elə bir məsələn İmbir Azər barəsində danışılmaz, bir günah deməli. Bir günah işlənib elədir. Amma o cür deyil. 21 Azər bizim lap belə ən böyük milli günümüzdür. Azərbaycan xalqı eləyə bilib ki, İran çərçivəsində eləyə bilib ki, öz müqəddəratına sahib olsun, öz milli hökumətini qursun və öz daxili işlərini neynəsin, qabağa aparsın. Bu gecə o lahazdan çox gözəl bir dənə, hətta gəl Kanadada Azərbaycanlılar üçün çox gözəl bir gecə idi və mənim ümidim var ki, gələnləri daha çox adamlar bu tabını sındırsınlar və bu cür günlərdə gəlsinlər və şirkət eləsinlər. Cəlsəmiz çox gözəl geçdi. Mən şəxsən çox razıyam. Əlbəttə bizim keçənlərdə İmbir Azər bərnaməmiz zadımız çox olubdur. Müntəhə bu səfər daha biraz açılışmışıq. Daha çox adamlara xəbər verilib, rüznamələrə mürəttəb agahı verilibdir ondan sonra. Və bunun quzarışında rüznaməyə yazacaq. Burada məhəlli rüznamələr. Sizdən çox təşəkkür edirəm. Sağ olun. Sağ olasınız.
deyim, mənə çox yaxın olan bir mövzuda yazılmış kitab haqqında olacaq. Mənim dostum və qardaşım, hamımızın şair, publisist kimi tanıdığımız Əli Rza Miyanalı'nın keçən ilin sonunda Uzaq Kanadada 2 cilddən ibarət Silahla Ölçülən Torpaq adlı kitabı çapdan çıxmışdır. Bu kitab 1324-25-ci illərdə Cənubi Azərbaycanda baş vermiş xalq hərəkatı, yəni 21 Azər hərəkatı və bu hərəkatın nəticəsində yaranmış Azərbaycan Milli Hökumətinin fəaliyyətinə, onun gördüyü tədbirlərə aiddir. Kitaba haqqında danışmamışdan əvvəl mən bu mövzunun vacibliyini, aktuallığını və bugünkü və gələcək nəsillər üçün nə qədər gərəkli olması haqqında bir neçə kəlmə demək istəyirəm. Bu, ona görə demək istəyirəm ki, ümumi dünya tarixində 21 Azərə oxşar hərəkatlar olub, müxtəlif ölkələrdə, müxtəlif xalqlarda. Ancaq bizim vətənimiz olduğuna görə və biz o hərəkata bağlı olduğumuza görə demirik, həqiqət naminə deməliyik ki, bu hərəkatlar, başqa ölkələrdə olan hərəkatlar tez bir zamanda unudulmuş, tarixin səhnəsindən silinmiş və insanların hafizəsindən uçub getmişdir. Çox qəribə də olsa, belə bir məntiqi vəziyyət yaranır ki, biz 21 Azərdən uzaqlaşdıqca sanki ona yaxınlaşırıq. Bu yaxınlaşmada biz onun əzəmətini, 21 Azərin qüdrətini, onun xəlqliyini, onun milli zəmində baş verən milli bir hərəkat olduğunu və az bir müddət içərisində, yəni 365 gün yaranmış bir hökumətin 20-25 il ərzində Pəhləvilər rejimini görə bilmədiyi tədbirlərin həyata keçirilməsinə şahid oluruq. 21 Azər mövzusu dildən düşmür, alimlərin tədqiqatından düşmür, həmi düşmən tərəfdə, həmi 21 Azəri sevərlər tərəfindən. Bunun mühüm səbəblərindən biri odur ki, 21 Azərin bizə qoyub getdiyi irs, Azərbaycan torpağına səpdiyi toxumlar yaşayır, çürümüb. Və bu, əgər düşməni həddindən artıq qəmgin edirsə də, həddindən artıq düşməni narahat edirsə, biz 21 Azər nəslini sevindirir ona görə ki, biz indiki nəsil və bizdən sonra gələn nəsillər 21 Azər hərəkatının o təravəti ilə, hissi ilə yaşayacaq. Məsələ buradadır ki, 21 Azər hərəkatı haqqında, Azərbaycan Milli Hökuməti haqqında, onun gördüyü sosial, ictimai, mədəni, iqtisadi tədbirlər haqqında az yazılmayıb. Mənim hesablamama görə təqribən ondan çox doktorluq və namizədlik dissertasiyası, yüzlərlə kitab, məqalə, müsahibələr çap olunmuşdur. Ancaq məsələ buradadır ki, Əli Rza qardaşımızın bu yazdığı kitabın indiki zamanda üstünlüyü nədən ibarətdir? Bu mövzunun uzun müddətli bir tədqiqatçı kimi mənim fikrimcə bu mövzunun Əli Rza tərəfindən tədqiq olunması iki cəhətdən önəmlidir. Birinci ondan ibarətdir ki, 21 Azəri ləkələyənlər, ona böhtan atanlar, onu hansısa da ikinci bir dövlətin fərmayışı ilə, buyruğu ilə baş verdiyini söyləyənlər bu günə qədər var. Hətta elələri var ki, ümumiyyətlə 21 Azərin milli zəmində baş vermədiyini, 21 Azərdəki fədailərin hətta fədai paltarı girmiş Rus saldatları olmasını, 21 Azərdə fədailərin əldə tutduqları silahların hamısını Ruslar verdiyini və s. ilə axıra bax bunları biz çoxalda bilərik. Bu cür böhtanlarla, ləkələrlə, yalanlarla, uydurmalarla 21 Azəri xalqın, kütlənin gözündən salmaq istəyirlər.
Ancaq məsələ budur ki, deyir, günəşin qabağını əllə almaq mümkün olmadığı kimi, saxlamaq mümkün olmadığı kimi, həqiqət elə bir şeydir, o gec-tez üzə çıxır. Və doğrudan da indiki zamanda 21 Azərlə bağlı həqiqətlər təzə-təzə üzə çıxır. Və biz görürük ki, bu hərəkat düzdür. Buna müəyyən dərəcə ikinci bir qüvvə kömək etmişdi mənəvi cəhətdən. Və hətta mən deyə bilərdim ki, belə silah cəhətdən də kömək etmişdi. Ancaq qardaşım, əzizim, bunu həm düşmənlərimizə deyirəm, həm dostlarına, həm də eşidənlərə deyirəm. Silah olmaqla iş bitmir. Silahı əldə tutmaq adam lazımdır. Yəni, həvəs lazımdır. O silahı əldə tutub, vətənin azadlığı uğrunda vuruşsun, qurtuluş uğrunda vuruşsun. Bax, bu bizim xalqımızda var idi. Əfqanistanda da Sovetlər silah verdi. Və nə oldu axırı? Deməli, silah verməklə və ya Sandino hərəkatını götürək. Sandino'ya da silahlar verildi. Və necə oldu? Və başqa bu cür misalları çoxaltmaq olar. Silah verməklə iş qutarmır. Mənəvi yardımla iş qutarmır. Əgər millətin qəlbində azadlıq təşkilası olmasın. 21 Azər, biz deyirik milli zəmin, bu milli zəmin 20-ci əsrin əvvəllərində məşrutə hərəkatından başlayır. Sonra Şeyx Məhəmməd Xiyabani hərəkatında davam etdirib. Əslində baxsan 21 Azər hərəkatı, məşrutə hərəkatında, Xiyabani qiyamında millətimizin nail ola bilmədiyi arzuları, istəkləri həyata keçirən bir hərəkat olmuşdur. Əli Rizanın kitabında, deməli, birinci cəhət budur ki, Əli Riza bu kitabındakı faktlarla, sənədlərlə, mədrəklərlə, ortaya gətirdiyi dəlillərlə düşmənlərə sübut etmək istəyib ki və sübut edib ki, 21 Azər heç kəsin fərmayişi ilə olmayıb, 21 Azərdə həlledici qüvvə xalq kütləsi olub, təsir edici, ətrafdan təsir edici, ikinci, üçüncü dərəcəli olub bu. Ancaq bu məsələni təsir edici qüvvəni, həlledici qüvvə kimi qələmə verib milləti çaşdırmaq, onu azdırmaq, bu ancaq düşmənlərimiz işidir. Çox təəssüf ki, bu günə qədər bu, o düşmən tərəfinin təşəbbüsü davam edir. Bunun da əsas səbəbi odur ki, onlar 21 Azər toxumunun Azərbaycanda qaldığını və imkan düşəndə bunu güyərəcəyini və bəhrə verəcəyini bilirlər. Əli Rıza qardaşımızın kitabının ikinci məziyyəti, ikinci keyfiyyəti ondan ibarətdir ki, bu kitab geniş bir ədəbiyyat mənbələr əsasında yazılıdır. Yəni, mən təqribən burada hesabladım, 600-700 mənbəyə bu adam müraciət edib. Bu böyük zəhmət, həddən artıq böyük zəhmət tələb edir. Bu böyük zəhmət, o zaman insan belə zəhmətə qatlaşa bilər ki, o köksündə bir vətən, xalq məhəbbəti gəzdirsin. Bizim şair, publisist dostumuzun köksündə vurulan ürək, vətənin həsrəti ilə, vətənin azadlığı ilə, millətinin qurtuluşu ilə vurduğuna görə, döyündüyünə görə, o belə bir ağır zəhmətə qatlaşıb, bu 600-700 mənbəni hər birinə baş aparmışdır. Kitabda mənim xoşuma gələn başqa bir cəhət də var. Kitabda xeyli miqdarda hərəkat iştirakçılarının, fəallarının və hərəkat rəhbərlərinin xatirələrində olan çox tutarlı faktlar, necə deyərlər, elmi dövrüyə gətirmişdir. Yəni, oxucuya təqdim olunmuşdur. Bax, bu cəhət indiyə qədər yazılmış kitablardan bu kitabı fərqləndirir. Ona görə ki, bu xatirələrdə böyük həqiqətlər var. Bu xatirələr bilavasitə iştirakçıların qələmindən çıxdığına görə, onların dedikləri olduğuna görə bunlar çox real, əhəmiyyətli və dəyərli faktlardır. Əli Rıza müəllimin bu kitabında başqa keyfiyyətlər də var. Əlbəttə, biz bu kiçik verilişdə bu kitabın hamısını əhatə edə bilməzdik. Mən öz dediklərimi, indi bu günlərin bu televizyonun qarşısında dediklərimi rəy kimi mən yazmışam və başqa yoldaş da Bakıda yazıb məcəllədə çap etdirmiş. Hələ bundan sonra da bu kitabın əks sədası çox-çox yerlərdən gələcək. Kitabda
milli hökumətlə bağlı, Azərbaycan milli hökuməti ilə bağlı, onun iqtisadi, mədəni, ictimai sahələrdə gördüyü bütün tədbirlər kitabda öz əksini yığcam şəkildə tapmış və bu tədbirlərin Azərbaycan xalqının həyatında, onun inkişafında nə qədər böyük rol oynadığını və nə cür güclü izlər qoyub getdiyi kitabdır. Hər sətrində oxuduqca bizə bəlli olur. Mənim xoşuma gələn cəhətlərdən biri kitaba yazılan müqəddəmədir. Ağay mühəndisin yazdığı bu müqəddəmədə çox qəribə bir suallar ortalığa qoyulur. Yəni qəribəlik odur ki, məntiqi suallar qoyulur və o suallara sanki elə bir ki, müəllifə deyir ki, sən bu suallara cavab verməlisin. Və biz kitabı oxuyanda görürük ki, müqəddəməni yazan şəxsin qoyduğu suallara müəllif dolğun, ətraflı cavablar verir. Mən nə deyərdim? Mən deyərdim ki, Əli Rza Miyanalının bu kitabı Güney Azərbaycan şünaslıqda, xüsusən 21 Azər hərəkatının tədqiqi sahəsində yekunlaşdırıcı bir əsərdir. Yəni, bu kitabda 21 Azərin elə bir cəhəti qalmır ki, Əli Rza ona toxunmamış olsun və onu oxucusuna təqdim etməmiş olsun. Arzu edərdim ki, kitab təkcə ərəb əlifbasında olmasın. Bu, Quzey Azərbaycanda da geniş oxucu kütləsi bu kitabdakı həqiqətlə tanış olmaq üçün kitab ərəb əlifbasından, yəni əski əlifbadan Latın əlifbasına çevrilsin. Və bir də arzu edərdim ki, kitab yaxşı olardı farsca və mümkün olsa Avropa dillərində tərcümə olunaydı ona görə ki, fars şovinistləri bu kitabı oxuyub başa düşsünlər ki, onların dediyi cəfəngiyyatdan başqa bir şey deyil. Onlar böhtan, iftiradan başqa 21 Azər haqqında bir şey deməyiblər. Həqiqət bu kitabda toplanıb. Ona görə bu kitabda toplanıb ki, kitab 2-ci, 3-cü, 4-cü mənbələrə yox, elmi tədqiqatda çox böyük əhəmiyyət kəsb edən birinci mənbədə, ilk mənbələrdən götürülür. Bu cəhətdən kitab əvəz olunmazdır. Və mən istərdim ki, bunun kitabı fars dilində də, mümkün olsa İngilis dilində də bunun tərcüməsini görək. Bu 21 Azər hərəkatını, Azərbaycan Demokrat Firqəsinin yaranmasını, Azərbaycan Milli Hökumətin yaranmasını, Milli Hökumətin hərəkət verici qüvvələrini, Milli Hökumətin təqib etdiyi hədəfləri bütün dünya ictimaiyyətinə çatdırmış olsun. Bu dəyərli kitabın ortaya çıxması münasibəti ilə qürbət evdə yaşayan şair dostumu mən ürəkdən təbrik edirəm. Onun bu tədqiqatçılıq məharətinə mən belə heyran qaldığımı bildirirəm, açığını deyim və arzu edərdim ki, Əli Rza müəllimin qələmi həmişə iti və xalqı üçün, xalqının azadlığı üçün bundan sonra daha bundan böyük, daha geniş, daha ətraflı əsərlər ortaya çıxarda bilsin, çıxarsın. Sizin hamınıza mən təşəkkür edirəm, hamınızı böyük Allaha tapşırıram. Sağ olun.